O ki qaldı qadın müddətini gözləməkdə məqsəd təkcə hamiləyə aşkara çıxması yox, təkcə o deyil. Həm hamiləyi, həm də qaytarmaq imkanı. Çünki talaq əgər rəc'idirsə, yəni o talaq ki, qayıda bilər, birinci və ya ikinci, ər onu qaytara bilər bu müddətdə. Ona görə o iddə qalır, iddə saxlamalıdır qadın. Həmçinin dəlillərdə nədir? O qadın ki, onda heyz olmur, o da iddə saxlayır 3 ay. Necə Quran-Kərimdə Allah Subhanahu taala buyurur. Ona görə söylədik ki, baxmayaraq ki, hamilə ola bilməz, lakin iddə qalır. Sonra burada bu sual, bu sözsüz ki, hansı talaqdan söhbət gedir? Talaq rəc'i, yəni o boşanma ki, kişi qadını qaytara bilər, birinci və ya ikinci. Yox, üçüncü boşanmadırsa, talbada üçüncü boşanırsa, onda artıq qadın qalmır evdə, yəni vacib deyil, gedə bilər. Həmçinin hüquqlardan burada soruşulur, nə o təmin olunmalı və s. Yəni adi yoldaşına kimi baxır, evdə qalır, evdə çıxmır və həmçinin yemək, içmək, yəni normal qaydada, nə çox, nə də azalmamalıdır, normal. Və həmçinin o ki qaldı mehr verməlidir kişi, hətta talaq varsa. Əgər talaq, yəni boşanma qadının tələbi ilə deyildi, xulu deyildi, mehr qalır boynunda kişinin. Verməyibsə, qaytarmalıdır. Sizin halınızda burada Ramazan ümrəsidirsə, onda Ramazan ümrəsinin pulunu versin. Qadın özü getsin. Ramazan ümrəsinin pulunu versin. O vaxt yaxşı.